Qızıl ucuzlaşdı. Zinət əşyalarının qiymətində 10 manat civarında enmə var. Dünən satırdıq 180 manat, 185. Bu günləri 175, 170. İndi baxır hansı modellərə. Modellərə görə dəyişir. İtalyan 230-240 arası belə dəyişir. Türk qızılı Türk qızılı 170-175 arası. Satıcıların sözlərinə görə qiymətin enməsi alıcı sayına müsbət təsir edib. Alıcı kütləsinə çox təsir edir. Məsəl üçün, müştəri gələndə 185 manata qızıl təklif edəndə müştəri o qiymətə adaptasiya ola bilmirdi. Hardasa ayın 22-sinə kimi yatırdı, qalxırdı, qiymət qalxırdı. İndi hal-hazırda bugünkü gün qiymət satış 175-176 manat arasıdır. Bəzi satıcılar zərərə uğradıqlarını deyirlər. Səbəbi isə baha aldıqları qızılı ucuz qiymətə satmalı olmalarıdır. Elə malımız var ki 180 manat, 185 manatla bağlantı eləmişik. Biz buna bağlantı deyirik və bugünkü gün qızılın qiyməti düşdükcə təbii ki o bizim ziyanımızdır. Biz bunda artıq məsələn deyirəm 170-175 manatla qızıl bazarda satılırsa biz onu 190 manata sata bilmirik heç bir müştəriyə. Satıcı Zeynəb Məcidova isə hesab edir ki, ucuzlaşma müvəqqətidir. Türkiyədə ucuzlaşma bu dərəcədə yoxdur. 2-3 manat fərqlə ucuzlaşıb unsiyaya görə, amma qalxışda 15 manat fərq eləmişdi. Bu da bir proqnozlara görə qiymət daha da qalxa bilər. Qeyd edək ki, artan tendensiya ilk dəfə azalma ilə davam edib. Mütəxəssislər isə ilin sonuna qədər qiymətin yüksələn tempdə davam edəcəyini deyirdilər. Növbəti günlərdə qiymətin necə dəyişəcəyi isə dünya birjasındakı vəziyyətdən asılı olacaq. Minaya Zaman, Davud İbrahimov, Xəzər xəbər.